Salam, bu videomda sizə səhifə 79-da olan ümumiləşdirici tapşırıqların izahını təqdim edəcəyim. Gəlin baxaq. Deməli, birdə deyir, misalları həll edin. 5 ilə 7-nin cəmi 12 edir. Yəni, bir dənə yeni onluq gəlir. Onu da 8-in üzərində gələndə olur 9. 9 ilə 2-nin cəmi 11-dir. Bir də gəlik 7-nin üzərinə olur 8. Yəni, 81. 68 ilə 8-i cəmliyində 8 ilə 8-in cəmi 6-dır. Bir onluq gəlir, 7 olur, 76. 48-dən 5-in cəmi 13-dür. 1 yadda, 4-ün üzərinə gəlib 5. 56-ın 6-ın cəmliyində 2, 1 yadda, 5-in üzərinə gəlib 6. 29-dan 63-ü cəmliyində 2, 1 yadda, 6 ilə 2-nin cəmi 8, 1 yadda, 9. 7 ilə 9-u cəmlirik 6, 1 yadda, 4-dən 2-nin cəmi 6, 1 yadda, 7. 38 ilə 24-ü cəmliyində 2, 1 yadda, 3 ilə 2-nin cəmi 5, 1 yadda, 6, 62. 2 ədədləri alt-alta yazmaqla toplayın. Gəlin baxaq. 8 ilə 3-ün cəmi 1, 1 yadda, 11, 1 yadda, 71. 38 ilə 37-ni cəmləyirik. 5, 1 yadda, 6, 75. Sonra 47 ilə 7-ni cəmləyirik. 4, 1 yadda, 54. 55 ilə 16-nı cəmləyirik. 1 yadda, 6, 1 yadda, 7, 71. Sonra davam edirik. 29 ilə 4-ü cəmləyirik. 33. 34 ilə 56-nı cəmləyirik. 1 yadda, 8, 1 yadda, 9, 90. 18 ilə 9-u cəmləyəndə 8 ilə 9-un cəmində 17 yeni bir onluq yaranıb. 1-in üzərinə gəlir 27. 15 ilə 79-u cəmləsək 4, 1 yadda, 94. 94 olacaq. Sonra 42 ilə 8-i cəmləsək 1 yadda, 5, 50. 46 ilə 29-u cəmləsək 5, 1 yadda, 6, 1 yadda, 75. Burada 50, burada 75. 28 ilə 6-nı cəmləsək 4, 1 yadda, 34. 39 ilə 49-u cəmləsək 8, 1 yadda, 7, 1 yadda, 8. Deməli, 34, 88. Davam edirik. 21 ilə 9-u cəmləsək 1 yadda, 30. 67 ilə 23-ü cəmləsək 11 yadda, 8, 1 yadda, 9, 90. Davam edirik. Deməli, deyir ki, 3-də misalları həll edin. Gəlin baxaq. 7, 3, 10-dur. Üzərinə 2 gələndə 12, 1 yadda. 4-dən 1-in cəmi 5, üstünə 3 gəlir. 8, 1 yadda, 9, 92. 9 ilə 5, 14. Üzərinə 1 gəlir, 15, 1 yadda. 1 ilə 2-nin cəmi 3, üstünə 4 gəlir, 7, 1 yadda, 8. Burada təhliklər cəmlənəndə 4-dən 3-ün cəmi 7, 7-nin üzərinə 3 gələndə 11, 1 yadda. Onluqlara keçirik. 3 ilə 4, 1, 8 eləyir. 1 də yadda, 9. 8 ilə 6-ın cəmi 14, üstünə 4 gələndə 18, 1 yadda. Onluqlar cəmlənəndə 2 ilə 4, 6, 1 gəlir, 7, 78. 56, 17, 22-yə baxaq. 6 ilə 7, 13, üstünə 2 gələndə 15, 1 yadda. 5 ilə 1, 6, üstünə 1 gəlir, 7, 1 yadda, 8. 25, 51, 18-i cəmləyəndə 5 ilə 1-in cəmi 6, 6-ın üstünə 8 gələndə 14, 1 yadda. 7, 8, 1 yadda, 94. 6, 7, 13, üstünə 5 gəlir, 18, 1 yadda. 6, 1 yadda, 7. 2 ilə 6, 8, üstünə 2 gəlir, 11 yadda. 1, 3, 4, 8, 1 yadda, 9. 90. 4-də hesablayın və müqayisə edin. Müqayisə edin.
24 üstə gəl 42 üstə gəl 14. 4, 2, 4. 8, 10, 1 yadda. 2 ilə 4, 6. Üstünə 1 gəlir. 7, 1 də yadda. 8. Burada olacaq 80. Burada olur 81. Əlbəttə 81 böyükdür. Davam edirik. 19 ilə 11-in cəmi sıfırla tamamlanır. 30-dur. 30-un üzərində 45 gələndə 75. 75 73-dən böyükdür. Baxaq. Burada sıfıra tamamlanan yoxdur. 19 ilə 13-ün cəmi 32-dir. 60-ın üzərində gələndə 82 olacaq. 98-dən 6 çıxanda isə 92 olacaq. Yox, bu da 92-dir. Üzr istəyirəm. Burada 32 ilə 60, 92, 92 bərabərdir. 48-dən 28, 6, 1 yadda, 8-lər cəmləndi. 2 ilə 4 cəmləyəndə 6, 1 yadda, 7, 76. Burada 13 ilə 45 olur 58. 58-in də üzərinə 14 gələndə 72. Və burada 76 böyükdür. İndi 5-də nə deyir? Ədəd tərəzisinin gözlərini bərabərləşdirmək üçün sağdakı gözə verilmiş ədədlərdən hansını qoymaq lazımdır? Deməli, 58-dən 5-i əvvəl sol cəmliyək görək. Solda çəki nə qədərdir? Solda çəki 63-dür, eləmi? 63-dür. Biz bunlardan elə ədədlər seçməliyik ki, cəmi 63 olsun. Gəlin baxaq. 3-dən 6 59-dur. 59-un üzərinə 4 gələndə, baxın, bu 3 dənə seçə bilərik. 3-ü, 56-nı və 4-ü. 3-ün üstünə 56 və 4 gələsək. 3, 63 eləyir. Bunların 3-ünü də seçə bilərik. 3, 56, 4-ü. Bəs başqa necə seçə bilərik? Gəlin görək, başqa seçmək olurmu? 12. Deyəsən, başqa cür seçmək olmur. Elə bu 3 dənədən 63 alınır. Sonra keçdik 6-ya. Baba bağdan 27 kiloqram heyva, bundan 3 kiloqram az nar yığdı. 27-dən 3 kiloqram. Soruşur ki, baba neçə kiloqram nar yığıb? 27-dən 3 kiloqram az nar yığıbsa, baba 24 kiloqram nar yığıb. O cəmi neçə kiloqram meyvə yığıb? 27 kiloqram heyva yığıb, 24 kiloqram nar yığıb. Görək, cəmi neçə eləyir? 27 ilə 24-ü cəmləyəcəyik. 4-dən 7-in cəmi 11, 1 yadda. 2 ilə 2-in cəmi 4, 1 yadda, 5. Cəmi 51 kiloqram yığıb, meyvəni yığıb. 7-də Samir masanın üzərindəki kürəcikləri bankalara yığarsa, bankalarda cəmi neçə kürəcik olur? Gəl baxaq. Bir bankada 26-dır, digərində 24. Bunları bir bankaya yığsa, yox, 34-dür, 34. 34. Bunların cəmini istəyir bizdən. 6 ilə 4-ün cəmi 10. 1 yadda. 2 ilə 3-ün cəmi 5. 1 yadda 60. 60 kürəcik olar.